Assalamu aleykum əziz dostlar. Bugün bizim Zaqatala Muxax kəndində bu yolu demək hardasa 1 kilometr yolu, 1 kilometr yolu. Belə bir xırda daş örtü ilə, tökdük bu yolu. Elə bir ki hamı cemaat öz cibindən hələ düşdüyü Allah üçün Ramazan ayında paylaşdığı. Bəli, kimin nə qıyımından çıxıb elədilər. Allah razı olsun. Tozdan, dumandan burada mümkün deyil idi ki, maşın sürəsən, yol keçən adamlar burada rahat gəlsin. Eləyənlərdə Allah razı olsun. Kimin ki 1 manatı, 5 manatı, 10 manatı keçir, Allah ondan razı olsun. İnşallah, hər halda inşallah nə vaxtsa asfalt olar. İnşallah asfalt eləyərlər. Amma həqiqi bura asfaltı vacibdir. Ona göre əsas magistral yoldan gəlir, magistral yoldan bu tərəfə. Birləşir Oyan Zəyəm yoluna. Böyük yoldur bu. Özümüz müvəqqəti cemaat pul yığıb elədilər. Kim eləyibsə, kimin zəhməti keçibsə Allah razı olsun. Bu əziz ayda Allah qəbul eləsin. İnşallah azından, tozdan, dumandan utararıq. Bəli dostlar, azından maşın gələndə görürsünüz toz olmur. Maşınlar keçir, 1 qram toz olmur. Əvvəl tozun əlindən belə nəfəs ala bilmirdi. Salam aleykum. Görürsünüz qəşəng heç toz da olur, bax. Nə gözəl. Kimin əməyi keçirsə Allah razı olsun. Allah qəbul eləsin.